yok o yanda. Səs verici. Gəl bir qol dinləyə qulaq asın. Piyano səsi gəlir. Girdim bataqlığa. Bu da mənim hazırda indiki vəziyyətim. Bəh. Bütün böyüklüyünə var la. Hop. Ay rahat bəsində. Hər kəsə salam dəyərli dostlar. Bugün may ayının 24-üdür. Sumqayıtlıq şənbə günüdür. Bugünkü qonağım mənim Sumqayıtlı fəal Elmir Hacıyev. Bəli, hər birimizi salamlayırıq. Və Elvin qardaşdır. Elvin Sumqayıtlıdır, yazardır. Salamlayıram hər kəsi, xoş gördük. Dəyərli dostlar, bu günlər biz Sumqayıtın qədim küçələrindən biri ilə sizə tanış eləyəcəyik. Kamran Əliyev küçəsini tanış eləyəcəyik. Kamran Hüseynov. Üzr istəyirəm. Kamran Hüseynov küçəsindən tanış eləyəcəyik. İnşaatçılar qəsəbəsi Alman qəbirstanlığı. Bir də ki Sumqayıtın ilk tikilisi olan ən birinci binası ilə tanış edib ətraflı məlumat verəcək. Dejur nəvəsi. Biz hazırıq. Əgər siz də hazırsınızsa, o zaman başlayaq. Mən istəyirəm sizi Elvin qardaşla, yazarımızla, Sumqayıtlı fəalına, yazarla daha ətraflı sizi tanış eləyim. Elvin qardaş, özünüzü təqdim edin. Ümumiyyətlə nə işlə məşğul olursunuz? Neçə ildir Sumqayıtda Elvin yaşayırsınız? Rizvangil 1987-ci ildə Sumqayıtda doğulmuşam. Neft sahəsində çalışıram. 87-ci ildən Sumqayıtda yaşayıram və uşaqlığımın böyük hissəsi, hətta deyərdim o uşaqlığın yadda qalan, yadda şəhid olunan hissəsi burada Dejurnu'da keçib, Dejurnu'da yaşamışıq elə o məşhur Kimiski evlərdə, həyət evlərində və mənim üçün Sumqayıt Dejurnu'dan başlayır, əsası Dejurnu'dan qoyulub və ilk yaşayış binaları bildiyiniz kimi orada Alman layihəli proyektli evlər var, 2 mərtəbəli binalar. O binaları Alman əsirlər tikir. Bura Sumqayıtın bir növ mərkəzidir və belə deyək də Bakıda içəri şəhər, Targovu nədirsə burada da Sumqayıtda da odur və Növbəsi küçəsi, Kamran Əliyev küçəsi. Kamran Hüseynov küçəsi. küçəsi. Düzdür, mərkəz bazar tərəf sayılır, Nizami küçəsi sayılır əslində Sumqayıtda. Ancaq Sumqayıtın bu ərazilərdə gördüyünüz kvartalları bura gedir. Ən elit yeridir və Sumqayıtın yüksək vəzifələrdə çalışmış insanları hamısı elə Sovetlər vaxtından bu ərazilərdə yaşayıb. Elvin, sən artıq 35 ildən çoxdur ki, Sumqayıtda yaşayırsan. Mən də elə bir o qədər də Sumqayıtda yaşayıram. Elmir də bir o qədər Sumqayıtda yaşayır. Bəli. Elmir ümumiyyətlə Sumqayıt üçün həqiqətən də çox işlər görən insandır. Demirəm nəsə tikib qurub yaradıb. Şərt onda deyil ki, Sumqayıtlılara tanıtmağı bacaran insanlardan biri. Onun verdiyi məlumatlarda həqiqətən də qərəz var, dəqiqlik var. Ona görə də Onu da qeyd edib, bir də hər kəsi salamlayırıq. Əhməd qardaşla belə bir layihəni başlamışıq. bundan sonra ancaq ya Sumqayıtın Bəli. İlk başlanğıc Sumqayıtın ən köhnə yaşayış məntəqəsi olan qəsəbə Dejurnu İnşaatçılar qəsəbəsi haqqında qısa məlumatlar veriləcək. Bu yaşayış binaları haqqında məlumatlar veriləcək. Məsələn, orada Alman qəbirstanlığı var, Katiş ərazisində. Bu ərazilərdə hansı tikililər olub? Qeyd etdiyim kimi daha məsələn bir Alman layihəli bir binanın qarşısındayıq. Keçmiş Vaqif kinoteatrı hal-hazırda da yəni restoran kimi fəaliyyət göstərir. bu kinoteatr kimi bu yadıma gəlir. Köhnə versiyası yadıma gəlir. Mənim uşaqlığıma bəlkə düşmür. Dəyərli dostlar, hətta bu küçə var, amma bu gördüyünüz küçə arxamdakı küçə. Küçədən əvvəllər tramvay gedirdi. Yəni burada tramvay xətti var idi. Bu iki yolun ortasından iki zolaqlı tramvay xətti gedirdi. Nəyə qədər gedirdi də təxminən? Kimyasalara qədər gedirdi. Kimyasal Nasosluya qədər gedirdi. Mənim uşaqlığım yadıma gəlir ki, biz o tramvaya minirdik. Biz onlar çox köhnə idi. Emin yadıma gələrdi onlar. Çox köhnə idi, amma ki, o qədər maraqlı idi ki, hamı ondan istifadə edir. Xüsusən də gəlirdim, bazar tərəfdə gəlirdi, o döngə hissə var idi orada. İndiki Taylandda zətdə necə ki, bazarın içindən gəlir, qatar gəlib keçir. Eynisi burada var idi. Onu da göstərirəm. İzzət Sadıqov küçəsindəyik. Adını daşıyan şəxs də Sumqayıt indiki təcili tibbi yardım stansiyasının qurucularından biridir. İzzət Sadıqov. Sumqayıt səngəsinin rəhbər vəzifəsində çalışmış şəxsin adını daşıyır bu küçə. Yəni bu küçə də çox Dejurnu binasında da bariyerləri də var. Yəni İzzət Sadıqov da göstərilir. Həmin təcili tibbi yardımın xəstəxanasında əsasın 1940-cı illərdə qoyulub. 1940-cı illərdə qoyulub. İzzət Sadıqov da yəni həmin banilərdən biridir. Bir Sumqayıtdakı olan yaxşılıq heç yerdə yox. Sanki elə bil ki, bir dağlıq rayondaymış kimi siz baxın nə qədər yaxşılıq. Deyirlər ki, bu küçə həm də musiqi məktəbləri, kolleclər fəaliyyət göstərir. Sənət məktəbləri hal-hazırda məsələn səs verici. Gəl bir qol dinləyə qulaq asın. Piyano səsi gəlir.
Küçənin özündə bir qədimliyi var. Baxın, iki mərtəbə evlər. Məsələn, binada arkaya baxım, yəni pəncərə hissədə arqalanır. Burada xüsusi gözəllik verir. Bir də oraya yaxınlaşdı o pəncərə. Yəni o xüsusi gözəllik verir. Bu məsələn arqalar. Yaşayış binasının qarşısında olan yaşıllıq da yəni öz. Elmi bu qırmızı bir ev çox maraqlıdır, qədimidir. Yataqxana binasıdır bu. Yataqxana binasıdır. Yataqxana binasıdır. 2 mərtəbəli. Bu da məsələn Alman layihəli. Baxırsan, sektorası Avropadır. Deyəcəkdim. Burada iyid ağacı önünü kəsdi, uzaqdan daha aydın görsənirdi. O binanı zəhmət olmuş söksək, sanki qədim hansısa bir Avropa şəhərində, Fransada ya İtaliyada. Uşaq musiqi məktəbi, yəni bu küçə qeyd etdim ki, yəni bu küçə musiqi incəsənət məktəbləri var. Yəni şeydən dərnəklərdir. Məsəl üçün Oyna gözəl oldu. bizim 3-cü mərtəbəyə qədər qalxıb. 3-cü mərtəbəyə qədər. Pəncərənin birini tam olaraq tutub. Çox maraqlıdır. Ona görə Deşurnu deyiblər ki, Sumqayıtın tək növbətçi mağazası burada yerləşdiyinə görə bura elə o vaxtdan adı qalıb Deşurnu, yəni şeydə xalq arasında, cəmaət arasında da Deşurnu deyirlər. 24 saat fəaliyyət göstərir. Yəni yeganə 24 saat fəaliyyət göstərən. Amma indi 24 saat yerlər də çox dərsiz. İndi çoxdur, yəni Sovet vaxtı bütün dükanlar axşam saat 7-də, 8-də bağlanırdı. Tək bu dükan 24 saat işləyirdi. Ona görə növbətçi küçənin adı Azərbaycan dilində desək, bura növbətçi kimi yaddaşlarda qalır. Bəzi məsəl üçün izləyicilərimiz Sumqayıt haqqında yəni tam məlumatlı deyirlər. Bəzən məsəl üçün nəyəsə bir yanaşma olanda Sumqayıt deyirlər ki, 70 yaşı var, onun nə keçmiş olacaq düşünürlər. Çünki Sumqayıtın tarixdə adı məsəl üçün 1580-cı illərdə də çəkilir. İngilis yazarı Berri, yəni yazarı var. O adını çəkir Sumqayıtın. 22 noyabr. Xüsusi qeyd elə ki, bu şəhərdə piyadalara özəl bir hörmət və əyər var. Yəni piyada zolağına piyada ayağını basdığı zaman hamı yol verir. Yəni bütün piyadalara, yəni piyada keçidlərdən istifadə etsinlər. Dəyərli dostlar, siz də hamınız piyada keçidindən istifadə edin. Nə özünüzün, nə də sürücüləri təhlükəyə atmayın. Bu bina 1956-cı ildə tikilib və məşhur ovçu dükanı. Biz buradan 94-cü ildə köçmüşük. O vaxtı bu dükan var idi. Yəni neçənci ildən fəaliyyət göstərir bilmirəm. Hətta Sumqayıtlı mərhum şair Sabir Sarvan bu bina haqqında şeirdir. Bu binaya şeir də yazıb. Yaşadığım bina. Çox təəssüflər olsun ki, obyektlər binanın önünü kəsir. Əvvəl bu obyektlər yox idi və Nərmanovdan bu obyekt birbaşa görüntü açılırdı. Həqiqətən də çox möhtəşəm bir görüntü, gözəllik verirdi şəhərə. Xüsusi qeyd edeyim ki, binanın arxitekturası həqiqətən də möhtəşəmdir. Baxın, binanın önündə yazılır ki, 1956-cı ildə bu bina istifadəyə verilib. 1956-cı il. Və fikir verin, arkalara baxın, dəyərli dostlar, arkalara baxın. Binanın eyvan hissəsi 3-cü, 4-cü mərtəbə üçün pavilyon arkalardan eyvanlar var. Sadəcə bir eyvandır, amma baxın onun sütunlarına, görün nə qədər böyük bir sütunları var, istinad divarları necə bir möhkəmdir. Baxmayaq ki, 70 ildən çox yaşı var bu binanın, amma bunun bu günləri də öz keyfiyyətinə görə bugünkü tikilən binalardan da bəlkə də qat-qat keyfiyyətli bir binadır. Bina haqqında da qısa məlumat verim. Yəni başında olan güllər, Gülləli bina. Gülləli bina, yəni o zaman məsələn ən böyük məsəl üçün Sumqayıtda, yəni dövrünə görə ən hündür binalar olub. Yanğın söndürən məsəl üçün müşahidə bir şəhərdə məsəl üçün hər hansı bir yanğın təhlükəsində, yanğın hadisəsi baş verərsə, yəni çıxıb həmin binanın qarşısında, yəni şəhərə nəzarət edirlər. Qeyd etdiyim kimi Sumqayıtın dükanı məlumat aldıq ki, Azərbaycanda ilk açılan ovçu dükanı da 1996-cı ildən fəaliyyət göstərir. 30 ildə artıq fəaliyyət göstərir. Digər bölgələrdən də müəyyən məsələlər almaq üçün bu mərkəzə yaxınlaşır. İcazə versəklə içəridə bir seçiş eləyərik. Seçməmək şərtilə. Bəli, olmaz. Yəni o qadağandır. Sadəcə formaları alması üçün icazə alır. Salam əlbəttə, seyir olsun. Hər formalarda yəni ovçular üçün Azərbaycanın ən birinci ovçusu. bəli, 1996-cı ildən yəni fəaliyyət göstərirlər. Yəni Azərbaycanda ilk açılan ovçu dükanı.
Yəni bu binada gördüyümüz tarixi binada, Sumqayıtın tarixi binasında yerləşir. Belə istəyirəm nəvsələdiniz. Belə məlumat verə bilərəm ki, ölkənin ilk opsiyon mağazası var. Yəni ölkənin istəyir şimalından cənubuna, şərqindən qərbinə nə qədər opsiyon qardaşlarımız var. Yəni ova həvəsi olanlar, istəyirlər həvəsi olanlar. Hamısı yəni belə deyim də bizim opsiyon mağazamıza gəlirlər. Qardaşın dediyi kimi də 96-cı ildən opsiyon mağazamız fəaliyyət göstərir. Ən birinci Azərbaycanın ən birinci. Plus silahlarımız da ki, opsiyon silahlarımız, məsələn, bildiyimiz qoşarlar, silahları, İspaniya, İtaliya, yəni demək olar ki, mağazamızda da 600-dən çox opsiyon silahlar var. Maşallah, çeşid çoxdur. Bəli, Çəkə bilmirəm, icazə yoxdur, amma yəni ünvanı bilir kimsə, əgər həvəskarsa yaxınlaşıb mütləq ki, müraciət edə bilər. Allah. Çox sağ olun qardaş. Uğur olsun. Təşəkkür edirəm sizə. İcazə verdiniz. Sağ olsunlar. Həqiqətən də çox sağ olsunlar ki, icazə verdi. Əslində icazə versəydi silahları da çəkər, amma dedilər qanunla icazə yoxdur silahları çəkməyə. O yüzdən çəkə bilmədik, amma içəri həqiqətən də çox maraqlı idi. Mənim saydığıma görə bəlkə də içəridə bir 200-ə yaxın silah var idi. Düzdür, bu sınıfın təyinatı sırf ovçuluqla bağlıdır. Yəni heç kim başqa bir şey də düşünməsin alına. Yəni həvəskarlar var, insanlar var. Belə başa düşdüm ki, elmir. Bizim şəhərdə çoxlu ovçuluğa həvəskarı olan insanlar da var. Yəqin ki, tələb var ki, təşrif də var. Ona görə biz dəstəkləyirik. Amma ki, heyvanları da öldürməyin də günahdır. Növbəti Sumqayıtın tarixi bir binasına yaxınlaşırıq. Gülləli bina dediyimiz gülləli bina da rəsminə bax yoldaşlar. Bu həmin o gülləli binadır. Şəhərə nəzarət məntəqəsi kimi, yəni müşahidə məntəqəsi kimi tikilən binadır. O zaman müşahidə bir zamanlar bu binanın bu gülləsi müşahidə məntəqəsi kimi fəaliyyət göstərib və müşahidə məntəqəsi kimi fəaliyyət göstərəndən sonra artıq binanın kimlərlə yerləşdirildikdən sonra artıq burada sadəcə inzibati bina kimi, bir yaşayış binası kimi fəaliyyətinə davam edir. Gördüyümüz bu arxanın daxilində də yəni bazar kimi məsələn həm keçid kimi istifadə olunur, həm də məsələn piş taxtalar qoyulur. Amma siz arkan hündürlüyünə bax bir dənə. 2 mərtəbə hündürlüyündə. Məsələn digər Alman layihəli binalarda da var. 18-ci məhəllə, 19-dan 18-ci məhəllənin üz-üzə dayanan binalarda da məsələn belə bir arkalar var. Amma inanmıram, indi bu günündə inanmıram ki, hansısa bir yeni tikili 2 mərtəbə hündürlüyündə keçid kimi istifadəsində 2 mərtəbə hündürlüyündə bir dənə arka qoysun. 2 mərtəbə hündürlüyündə arka gördüyüm ancaq elə Sumqayıtdadır. Yəni Bakıda belə bəlkə də var, amma görməmişəm. Amma 2 mərtəbə hündürlüyündə arkanı ancaq Sumqayıtda görə bilərsiniz. Bu da ki, Sovet arxitekturasının binalarından biridir. Alman əsrlərinin tikdiyi binalarından biridir. O vaxt əsrlər təəssüflə qeyd etmək lazım ki, yəni bu bina haqqında heç YouTube da, Facebookda məlumat yoxdur. Burada bu qarşıda oranı Əhməd bəy göstərərdiniz, indi keçəndə çəkərik. Orada gecə-gündüz bağçadır, 24 saat işləyən bağçaydı. Uşaq vaxtı biz dəcəllik eləyəndə bizi o ilə qorxuzurdular ki, sizi aparıb qoyaq. 24 saat işləyirəm. Çox gələcək maraqlı, onu da çəkək. 24 saat işləyən bağça. Dostlar, yəni mən də 35 ildir Sumqayıtda yaşayıram. Elə ilk dəfə də eşidirəm ki, bu şəhərdə 24 saat fəaliyyət göstərən bağça olur. Ya ilk məqsədi zavod işçilərinin, ikinci, üçüncü simen işçilərinin. Valideynlər simen. Məsəl üçün arxa işindən da yəni görüntüləri qeyd edək alsaq məsəl üçün şəhərin Daxili mənzərəsini də göstərək. ehtiyacı var. Bəli, yəni görün yaşıllığa fikir verin. Yəni məsələn məhəllə daxilidir. Yaşıllıq həqiqətən çox olur. Yaşıllıq. Bu bağçanın hasarına da fikir verəm. Hasarında belə diqqətlə baxsaq görəcəksiniz. Hasarında belə Sovet arxitekturasının, Alman üslubları hiss olunur. Daşların hər birinin 70 yaşı bəlkə 70 yaşı var. Sabah xeyir olsun. Deyirlər bu bağça Sovet vaxtı 2 men işləyir, 24 saat işləyir, düzdürmü? Bura Sumqayıtın ən mərkəzi bura olur. Bu durduğumuz yer. Ve bazar burada. Sumqayıtın bazarı bura olur. Dedi, bura görsən ora. 9-cu ildə bildiyiniz kimi hökumət binası tikiləndə onu da Alman əsirlər mütəxəssislər çəkiblər və Alman əsirlər onu tikməkdən imtina edirlər ki, Hansı binanı? hökumət binasını Aha. Bakıda. Hə. Ki və səbəbini soruşanda o vaxtı mərkəzi komitədən deyiblər ki, biz istədiyimiz material, keyfiyyətdə materiallar verilmir. Deyiblər ki, siz əsirsiz də. Nə fərqi var? Nə verirlər onu deyir, yox. Məsələn 100 ildən sonra onu deyəcəklər ki, bunu almanlar tikib. O bina keyfiyyətsiz olsa bizim ölkənin adına zərərdir və Alman mühəndislər yəni uzun müddət tətil eləyiblər. Hətta
da o binanın bir 2-3 il mən gecikib də. Məsələn, o bina başlayıb səhv eləmirəmsə 41-39-cu ildə sonra müharibəyə görə qalıb, sonra 49-cu ildə deyəsən yenidən başlayıblar. 56-57-ci ildə səhv eləmirəmsə o bina təhvil verilib. Baxmayaraq ki, yəni mən də bir neçə il Sumqayıtda gözümü açmışam, yaşayıram. Əslində heç mən də bilmirdim ki, buradan ən birinci yazılıb Sumqayıtın şəhər bazarı burada yerləşir. Onu heç mən də bilmirdim, mənim üçün həqiqətən ilk oldu. Elmi, təklif edim ki, Metqalı palı söhbətgahları tikməyib, ona reklam vermək ehtiyac yoxdur. Sadəcə 2 dənə taxtanı ağaca bağlamaqla da belə söhbətgah. Hətta bir köhnə divandır, qoyub burada istirahət etmiyorlar. Bir yoxlayım görüm necədir bunun. O rahat bəsində. Yəni oturub burada avtobus gözləyə bilərsiniz və yaxud söhbətgahda dostunuzla oturub söhbət edə bilərsiniz. Ehtiyac yoxdur bahalı söhbətgahlara. Qapısı o belə olsun və yaxud hasarı olsun. Olan heç bir ehtiyac yoxdur. Elmir, deyim sənə ki, əslində bəlkə də bir 20 sonra bu videoya baxacağıq, fikirləşəcəyik ki, biz o küçə ilə getmişik və bu günləri bizə boş görsənən sadəcə həyət evləri olan küçələr, bəlkə də hasansa bir yaşayış kompleksləri ola bilər. Yəni böyük ehtimal ki, olacaq. Çünki urbanizasiya gedir, şəhər böyüyür, şəhər ailesi böyüyür. Təbii ki, binalar, məhəllələr, kvartallar, mikrorayonlar yeni-yeni salınır, yeni-yeni yaşayış kompleksləri də böyüyür, salınır. Natavan küçəsi gedir bura. Bura Natavan küçəsi gedir. Göyərçin heykəlinin abidəsinin memarı Vaqif Nəsirovla bağlı mən bir sənədli film ideyanları idi. Ən azı Sumqayıtda olmayan, heç ömür boyu Sumqayıtda olmayan hər bir insan Sumqayıtda 2 obyekti tanıyır. Bir Göyərçin abidəsini, bir də icra hakimiyyətinin köhnə binasına yaşıl bina deyirdilər və o abidəni, yəni Vaqif müəllim dünyadan köçdü. Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Və Sumqayıtın hər bir küçəsində onun izi var. Vaqif Nəsirovun izi var. Göyərçin abidəsinin özünün yaranmasının da çox xüsusi bir hekayəsi var. 1978-ci ildə. Yox, 75-ci ildir o, amma məlumatlarda o internetdə 78. Əslində mən 2008-ci ildə Vaqif Nəsirovla o heykəlin 30 illik yubileyi münasibəti ilə müsahibə almağa getmişdim. Dedi, heykəl layihəsi 73-cü ildə təsdiqlənib, 75-ci ildə abidənin açılışı oldu. Bu arada Kamran Hüseyin küçəsində şəhərdə həmin qəza gedir. Kanalizasiya sistemi gerilənir. Yəni müvəqqəti çətinlikdir. Yəni ondan sürücülərimiz nəzərə alır. Bu da rifahımızın yüksəlməsinə edilir. Yəni sistemlər dəyişilir. Əslində bu küçədə olan belə deyək, kanalizasiya sistemləri Sovet dövrünə aid olduğu üçün. Sumqayıt qurulanlar olan yəni sistem idi. Fikir verirsiniz, Sumqayıtda 20 il əvvəldə yəni avtomobil səviyyəsində yəni tıxac olmurdu. Hal-hazırda rəsmi məlumata görə Sumqayıtda 60 mindən çox avtomobil var. Qeyri-rəsmi də təxminən 80-90 min yəni bəlkə də olar. Yenə də hələ ki tıxac olmur. Emir, gəl bir iki dənə tut yiyək, bu maraqlıdır. Bəh, tutun böyüklüyünə vay lahi. Qəşəng deyib hamısı. İnşallah ki problem olmaz. Bu bağın sahibi kimdirsə, haqqını Allah eləsin. 3-4 dənə tut yedim, özümü saxlayım mən. Həqiqətən çox dadlıdır. Əziyyət çəkib əkən, su verənən Allah razı olsun. Sağ olun. Biz gəzə-gəzə gəlib çıxdıq. Hal-hazırda kotejdəyik, kotej deyilən bir ərazidəyik. Bu ərazidə Alman qəbirstanlığı var. Biraz öncə qeyd etdiyimiz kimi Alman qəbirstanlığı Alman əsirlər müharibədən sonra qalıb Sovet hökuməti onları Sumqayıtın quruculuğunda tikintisində istifadə elədi, işçi qüvvəsi kimi. Bu əsirlərin əksəriyyəti xəstəlikdən və yaxud da ki, digər səbəblərdən dünyasını dəyişirlər. Təəssüf olsun, əfsuslar olsun ki, onların dəyişilməsi mümkün olmuyor və onlar daha sonradan Sumqayıtın quruculuğunda iştirak etdiyi və bir müddət də Sumqayıtda yaşayıblar, hətta baraklarda və dünyasını onlar dəyişdikdən sonra Sumqayıtda bir Alman qəbirstanlığı salınaraq onları həmən bu qəbirstanlıqda dəfn ediblər və biz hal-hazırda gəldik, çatdıq həmən Alman qəbirstanlığına və bu giriş hissəsində Alman əsgərlərinin məzarlığı. Ən maraqlısı odur ki, bu
burada əslində görülən daşlar məzar daşları, hansı arxada görülən məzar daşlarında bunların hər birində bir Alman əsri yox, bir neçə əsr dəfn olunub və belə olub ki, bir qazılan vaxtı torpaq, çünki torpaq səthi çox möhkəm olub, bərk olub. Torpaq səthi möhkəm olduğu üçün qazılan bir məzarlıqda bir neçə, bir neçə Alman əsri həmin yerdə dəfn olunub. Qapıya qıfıl vururlar, istədiyi içəri girir, qapı amma ki bağlıdır. Kotej ərazisindəki gəzinti davam edir. Həzaslan küçəsi. Böyle bir kənd kimi bir şeydir əslində, yəni həyət evləridir və yaxşılıqlar da bol. Dəyərli dostlar, bu videonun ərsəyə gəlməsində baş sponsorumuz olan Express Oil Center-ə öz minnətdarlığımızı bildiririk. Hə, Elnur, yorulduq, dedik gəlib oturaq bir çay içək. 2 saat artıq bir çəkişə gedir. Yəni bu aktyorlar da həqiqətən indi başa düşmüyorlar ki, bunlar nə çəkir. Evin qardaş, siz də səhər tezdən gördük. Spontan alındı. Belə əslində mən belə spontan işləri sevirəm. Bayaq gələndə belə də dedim ki, şeydir. Əslində belə spontan eləmək daha yaxşıdır ki, hazırlanmış ssenari ilə gedəndə özünü ona küçülürsən ona, özünü o proqrama və beynində o götür-qoy eləyirsən ki, bunu deməliydim, onu deməliydim, amma belə spontan gəzdik. Küçələri bir-bir gəzərkən xatirə, hərəmiz öz xatirəmizi, o küçələrlə bağlı xatirələrimizi bölüşdük. Mənə çox xoş. Emil, bura neçənci məhəllə sayılır ümumiyyətlə? Bax, bu sırf bura. Bura səhv etmirəmsə 20-ci məhəllə. 20-ci məhəllədir. Səhv etmirəmsə 20-ci məhəllə. İnşaatçılar qəsəbəsi gedir bura. Aha. Rəsmi bir ərazidir, yaşayış məntəqəsidir. 1900 təxminən 40-cı illərdə, yəni Borak kimi müvəqqəti yaşayış məntəqəsi. Aha. Bu gördüyümüz yerə deyəsən film evlərdir, bu taxtadan olan. Gördüyünüz bina. Hop. Allah sapasın. Bir dənə baxaq blokuna sadəcə bir dənə baxım. Hər şey taxtadan olmuş, pləkanlar, hər şey taxtadan. Yəni, hər şey taxtadan. Bütün ev taxtadan tikilir. Lap izolyasiya olmuşdur. Maraqlı bina. İzolyasiya olmuş, yəni taxtalardan ibarət. Arxamızda, o ilə üzbəüz və burada. Bu evlər tamamilə taxtadan tikilib. Baxın, tamamilə taxtadan. Çox gözəl bir qəşəng görüntüsü var. Gözəl görünür, düzdür, təhlükəlidir, yanğın təhlükəsi falan bu şeylər çox şeydir. Estetik olaraq gözəl görsənir. Yanğın əleyhinə izolyasiyası olunub, amma yenə də təhlükəlidir məncə. Amma unikaldır da, baxın. Tarix deyə bu bir dənə, bu evlər həqiqətən də tarixdir. Fikir verin. Ən böyük tarix da pişikdir, unik. Pişiyin bir 90 yaşı var, Qolcalı bəy yazır. Məhəlləri baxır balaca 2 mərtəbə ev olsa da, ruhu da belə amma insana ləzzət verir. hə, o qədər rahat bir yerdədir, o qədər genişdir. Bax, sıxlıq yoxdur da, barak tipli tikilən evlərdir. Amma həyətləri belə geniş, yaxşılıqlar. Hələ sonradan burada qarajlar, həyət evləri salınır. Baxın, biri də burdadır, növbəti evin biri də baxın burdadır, həmin o evlər. Bu küçə başdan ayağa hamısı finski evlər. Taxtadan tikilən finski evlər. Mənə elə gəlir ki, bunlar da yəni çox seçməz. Bəlkə də burada haçansa bir şəhərcik salınacaq. Bəlkə də burada böyük bir məhəllə, kvartal, mikrorayon tikiləcək. Yəni bu tarixinin son illərini yaşayan bir evlərdir, düzdür? Mən elə düşünürəm. Qornud məsələn müəyyən hissəsi ola bilər, bəlkə qorna da bilər. Yəni Sumqayıtın yaşayış məntəqəsi olduğu üçün, yəni qornud saxlaya da bilərlər. Yəni sökülə də bilər. Ağaclar belə bir burada yaşlı ağaclardır hamısı. Bir yaşı var bu ağacların. Desən bura bağlıdır, növbəti evlərdir. Məhəllələrin, bu evlərin arasındakı ara məsafə. Baxın, 2 mərtəbədir, təhlükəsi də yox. Amma bir-birindən o qədər aralıq şəkildə tikilir. Ona görə belə tikilir ki, yanğın filan taxta evlərdir də, istər. Yanğın filan olanda bir-birinə keçməsin bəlkə də ona görə. Amma düzdür, təhlükəlidir. Mən də elə fikirləşirəm ki, taxta evdir də, nə də olmasa özü köhnə taxtalardır bu dəqiqələrin ki. Yəni bu binalar tikiləndə, yəni o şeylə, yəni bu qədər ara məsafəsi ilə tikilib ki, yanma təhlükəsi var və şeydir də, bir binanın biri yananda o bir binaya yanğın keçməsin deyə ayrı tikilir, aralı tikilir. Bax, yolun qırağı, orada da kanalizasiya sistemi dəyişilir. Unikal bir şeydir, böyük layihədir və hətta orada drenaj sistemlərin beton
hissəsi o qədər böyükdür ki, mənə elə gəlir ki, bu əhalisi çox olan şəhər üçün nəzərdə tutulan bir şeydir. Yəni şəhər artıq böyüyür, şəhər rəhbərliyi də təbii ki, buna uyğun addımlar öncədən atırlar ki, növbəti illərdə problem yaşamayaq, sağ olsunlar. Sistemi çəkəcəm sizə indi, baxın, görün necə böyük bir drenaj sistemi çəkilir. Elmir, yol yoxdur orada. Əziz dostlar, sizin üçün video çəkmək üçün əziyyətlə bir yol gətirməyə çalışdım. Bax, bu yolu təmir işləri getdiyi üçün yol bağlı. Mən oradan keçmək istəyəndə girdim bataqlığa. Bu da mənim hal-hazırda indiki vəziyyətim. Məndən asılı deyildi, çünki təmir işləri gedir və çəkilişin qurbanı oldu. Ay çalışdım ki, bu təhlükəli şəkildə keçə bilim, amma keçə bilmədim. Təəssüf ki, keçə bilmədim. Ayaqqabım da düşdü, palçığa, ayağım da oldu su. Əslində kanalizasiya suyudur bəlkə də. Bu əziyyəti çəkirəm. Niyə üçün çəkirəm? Sizlər üçün çəkirəm. Şəhərimiz üçün çəkirəm. Siz də əziyyətə qiymət olaraq videonu bəyənib kanalıma abunə olsaz, əlbəttə ki, çox sevinərəm. İndi bilmirəm mən bu vəziyyətdə necə gedəcəm evə. Hələ mən buradan evə getməyimə ən azından bir 3-4 kilometr var. İnsanlar nə başa düşəcək, necə deyiləcək onu bilmirəm, deyə bilmirəm. İndi deyəcəklər ki, yekə oğlandır. Birinə fasonuna bax, bunun ayaqqabısının, şalvarının birinə bax. Gəlin başa sal ki, burada kanalizasiya sistemi çəkilir, qazıntı işləri gedir və keçmək mümkün deyil. Elmir, gördün necə gəldim, düşdüm palçığın içinə. İndi başa düşmür olar ki, yəni aktyorları, sənət adamları nə əziyyət. Biz video çəkmək üçün bu boyda əziyyət çəkirik. Amma sizin üçün çox asandır. Oradan bir like eləyib, kanala abunə olub, rəy yaz. Ən böyük dəstəyiniz o olar. Həqiqətən də heç gözləmirdim. Elə bilim qurudu. Ayağımı qoydum, gördüm, girdim, palçığın içinə lıq elədi. Facebookda Sumqayıt 50 qrupunu izləməyi unutmayın. Yəni Facebook'a girəndə Sumqayıt 50 yazın, qarşınıza çıxacaq. TikTok'da da Elmir Hacıyev 89 səhifəsini də izləyə bilərsiniz. Həmçinin YouTube vasitəsilə də izləyə bilərsiniz. Dəyərli dostlar, əzizlərim, biz bu günləri Sumqayıtın bir neçə küçəsi ilə səhərli şəkildə tanış elədik. Onlar haqqında ətraflı məlumat verdik və belə oldu ki, çəkiliş vaxtı müəyyən çətinliklərlə rastlaşdıq. O çətinliklərdən biri də odur ki, çəkiliş üçün getdiyimiz yollarda böyük təmir quruculuq işləri gedir. Şəhərin kanalizasiya sistemi yenilənir. Baş sponsorumuz olan Express Oil Bəli, Center mərkəzinə. Baxın, bu maşının səsini eşidirsiniz. Çık 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 çık. Görürsünüz. Bax, bu maşın gedib Express Oil servisdə əgər yağ dəyişsəydi, onun mühərrikindən belə səs gəlməyəcəkdi. Onun mühərriki tam səssiz işləyəcəkdi. Və növbəti çəkilişlərimiz üçün hər birinizə müraciət edirik. Rəy bölməsində mütləq şəkildə yazın, bildirin. Gedək haranı çəkək, Sumqayıtın harası haqqında, hansı küçəsi haqqında, hansı mərkəz və yaxud ümumiyyətlə yaşayış obyekti olur olsun, heç problem yoxdur. Haranı görmək istəsəniz, mütləq şəkildə rəy bölməsində yazın, bildirin. Biz də komanda şəklində gedib orada da çəkib ətraflı sizə məlumat verəcəyik. Sumqayıtdan pozitiv, yəni xəbərlər, gözləyin, yeni layihələr var. Onları da inşallah icra edəcək.